Bir nəfər gəldi, dedi, ya Rasulallah, sən ölülər ilə danışırsan, o nə bilirsən ona nə dedin? Həzrət buyurdu ki, and olsun Allaha, onlar həm mənim sözlərimi eşitdilər və həm sizdən yaxşı başa düşdülər mən onlara nə dedim. Onlar da diri deyirlər ki, gözləri tutular. Onların gözləri açılıb. Onlar eşitdilər mən deyən sözləri, amma cavab verə bilmirlər. Cavab verməyə icazə yoxdur. Cəməl müharibəsində Əli əleyhissalam eyni bu işi gördü. Gəldi, həlak olanların qabağından keçirdiyi Cəməl müharibəsində. Bilirsiniz ki, Cəməl müharibəsini kim qızışdırmışdı? Bu oyunu kim açmışdı? Həzrət orada həlak olanların yanından keçəndə gözü düşdü Kəb ibn Sudiyə. Kəb ibn Sudə kim idi? O bir dənə yolunu azmış qazi, fasıq qazilərdən idi. Quranı astı boynuna, özü və qohum əqrəbası hamısı gəldilər Cəməl müharibəsində iştirak elədilər və Əli əleyhissalamın əleyhinə qılınc vururdular. Həzrət keçəndə gözləri düşdü Kəb ibn Sudənin cənazəsinə, meydinə. Gördü həlak olub. Dayandı. Bir saat bundan qabaxı Kəb qılınc vururdu. İndi düşüb yerə. Həzrət dayandı, baxdı, bir nəfər yanındaydı, dedi, onu oturdu. O da yapışdı Kəbin çiyinlərindən, qalxızdı, oturtdu yerə. Meyitdi də. Həzrət o sözü ki, Peyğəmbər demişdi buna, dedi. Dedi, Kəb, Allah mənə nə mənə vədə vermişdi, mən gözümlə görürəm onları və görmüşəm. Sən də gördün, yoxsa görmədin? Ondan sonra dedi, yatırdı. Əlin çəkdi, yatırdı. Gəldi, keçdi bir yana, Təlhənin meydini gördü. Baxdı Təlhiyə, o təəccüblü adamlar idi bunlar. Təlhənin meydinin bərabərində dayandı, yenə dedi, oturdum bunu. Bunu da oturtdular. Yenə o sözü Təlhiyə də dedi. Ondan sonra dedilər Əli əleyhissalama, ya Əli, sən ölülər ilə danışırsan, bunlar nə bilir ki, sən bunlara nə dedin? Həzrət buyurdu ki, and olsun Peyğəmbər deyən sözü. Dedi, and olsun Allaha, mən deyənləri eşitdilər, necə ki, Bədrin quyusundakılar Peyğəmbərin sözünü eşitdilər. Bunlar da mənim sözümü eşitdilər. Bunlar bilirlər mən nə deyirəm. Onlarla Əlinin fərqi buydu ki, onlar öləndən sonra gözləri açılmışdı, Əli əleyhissalamın dirilicində gözləri açılmışdı. Onların fərqi oydu. Buyurur, ibadət eləsin, o yəqin sənə hasil olar. Yəqin bilərsən ki, sən öləcəksən və diriləcəksən. Allah rəhmət eləsin. Ayətullah Hüseyni var idi. Çox kitab yazıb. O kitablarının birində deyir ki, deyir bir mömin, möhtərəm adam, deyir, mən getmişdim İraqda Kazimeyni ziyarət eləyəm. Kazimeyndə 2 imam dəfn olur. 7-ci imamla 9-cu imam. Deyir, mən hələ hərəmə az qalıram, gördüm bir meyit də gətirirlər. Biraz dayandım, meyit gətirdilər, çıxartdılar, alıblar çiyinlərinə. Yaxınlaşanda deyir, mən baxdım, meydin üstündə bir şey var. Gördüm bir qara it oturub bunun sinəsinin üstündə. Deyir, təəccüb elədim mən, bu nə? Bir iki nəfər yanımda var idi, onlara dedim ki, meydin üstündə nə görürsünüz? Bir şey var, dedilər, yox. Başa düşdüm ki, bunlar görmürlər. Bildim ki, mən görürəm. Dinmədim. Gətdilər cənazəni ta, istədilər ki, hərəmə aparalar. Çünki o rəsmi aparırlar, hərəmin başına fırladırlar, meydi ondan sonra aparıb dəfn edirlər. Deyir, hərəmə daxil olanda gördüm, o it atlandı yerə, qaldı bir küncüdə gözlüyür.
Apardılar onu, ziyarət, təvaf verdilər, çıxartdılar, cinə deyir, çıxdı, oturdu orada. Sonra deyir, mən yavaş-yavaş maraqlandım, bu kim idi, rəhmətə gedən kimdi, başa düşdüm ki, kim imiş və hansı əməllərin yiyəsiymiş. Buyurur, bax, əgər insan ibadət eləyə, Allahı tanıya və Allaha səcdə eləyə və Allah buyuranların hamısını yerinə yetirə, indi biri mümkündür heylə şeyləri görə, lazımdır insan o cür şeylər görə. Amma yəqin eləyər ki, qiyamət var. Yəqin gələr bunun üçün. Gözü açılar bu insanın. Bilər, Şeyx Bahainin atası, rəhmətli Şəhid Sani ilə ikisi dəniz kənarında yol gedirlər. Deyir, mən gördüm Şəhid Sani rəhmətli, böyük alim idi, kitabları qalır indi. Deyir, gördüm, birdən bunun rəngi dəyişdi, halı pozuldu. Dedim, bir şey oldu, narahat oldum belə. Deyir, baxdı mənə, dedi, yox, bir yaxın gələcəkdə, buradan ki biz keçirik, burada bir böyük alimi şəhid edəcəklər. Deyir, bir sözdür, dedi, mən də eşitdim, getdi. Deyir, ondan bir neçə gün sonra onun özü orada şəhid oldu. Həmin alimin özü orada şəhid oldu. Bax, bunlar bir şeylərdir ki, bunları biz öz alimlərimizdə, öz möminlərimizin içərisində bunlardan biz görürük. Amma bu demək deyir ki, insan belə şeyləri bilər. Yox, ibadət budur ki, insan Allaha ibadət eləyə, Allah buyuranların hamısını yerinə yetirə və insanın ürəyi yəqin eləyə ki, qiyamət var, ölmək var və öləndən sonra dirilib cənnətə getmək, yaxud cəhənnəmə getmək var və 100% bunu bilə. İndi bir şey də Allah onun gözünə göstərər, göstərməz, o başqa şeydir. O bəzi insanlarda olar, bəzisində olmaz. Tələbədir, deyir, mən ustadın dərsinə gedirəm. Yuxudan ayıldım, gördüm sübh namazının vaxtı keçib, özdə boynuma quslu gəlib. Narahat oldum, incidim, niyə gec durmuşam, belə. Baxdım, hazırlaşdım, elədim, saata baxdım, gördüm namaz gedib. İstəsəm gedəm hamama, qusl eləyəm, gələm, dərsdə gedəcək. Dedim, yaxşısı budur ki, gedim dərsə, dərsdən çıxandan sonra gedərəm hamama. Deyir, gəldim, oturdum dərsdə, ustad da gəldi, əyləşdi. Ustad əyləşəndən sonra dayandı. Ustad kimdir? Ayətullah Muhammed Baqir Behbahani, rəhmətullah aleyh. Deyir, baxdı, başını salıb aşağı sakit qalıb. Hamı da gözləyir ki, ustad başlasın, dərs desin. Deyir, başın qalxızdı haçandan asana, dedi ki, bugün dərs deməyəcəyəm, bugün dərs tətildir. Buyurun. Deyir, hamı tələbələr durdu, çıxdıq, çıxanda mənə işarə elədi, əyləş. Deyir, mən əyləşdim, çağırdı, heç kim eşitmədi. Çıxartdı cibindən, mənə pul verdi, dedi, indən belə, əvvəl qusl elə, ondan sonra dərsə gəl. Belənci dərslərdə insan mındar gedib, oturub iştirak eləməz. O bir şeydir ki, Allah ona verib. Kimə istəyər verər, kimə istəməz verməz. Onun dəxli yoxdur. Onu da niyyət eləyəsən, ibadət eləyəndə ki, heylə bir gözüm açılsın, hadisələr görüm, bu ibadət bəlkə də şirkidir, riyadır. Əli əleyhissalam dedi, mən Allahı layiq görürəm, ibadət eləyirəm. Məni cəhənnəmə atacaq, behişdə atacaq, nə verəcək, nə verməyəcək, o Allahın öz işidir. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah.
İlahi əllərimizi naumid qaytarma. İlahi amin deyən dilləri lal öldürmə. İlahi dualarımızı müstəcab elə. Ölənlərimizi qəriq rəhmət elə. Aqibətimizi xətmi bi xeyr elə. Bizi bağışlamamış qəbrə aparma. Kərbəlayı eləməmiş öldürmə. Qur'an nuru ilə qəlblərimizi nurani elə. Dünya və axirət əhl-i beytidən ayrı salma. Dünyada ziyarətlərindən, axirətdə şəfaətlərindən binəsib eləmə. Allah şər'i olan hacətlərimizi rəva elə. Allah xəstələrimizə şəfa inayət elə. Allah qəbrimizin əvvəl gecəsi nur-i vilayət-i əmirul müminindən ayrı salma. Allah xalis olan salamlarımızı imam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Ağamızın zuhurində təcil elə. Bihaqqi Muhammedin və alih وبحق سورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الرحمن الرحيم. مالك يوم الدين. إياك صراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله